Qadın kişini sevərsə ondan iPhone tələb eləməyəcək. Eləcə emosiya istəyəcək. Qadın emosional var. Qadın bir sənə iPhone istəyir, dirəşir. Gör ki, sən onsuz da onunla bundan gəzirsən, kobud desək. Deyir, mən də qan çıxardım da, gətir mənə indi iPhone al. Bu məsələ emosional tələbat evdə ödənməyəndə uzun sözün qısası qadın qıraqda onu axtarır, kənarda. Qadın xəyanətləri emosiyadan başlayır. Can, aşkın, bayaq misal çəkdimi? Oradan başlayır. Kişidə isə baxır qadının fiqurasına, ağlına, danışığına başlayır ona maraqlanmağa və gedib düşür o quyuya, xəyanət quyusuna. Evdə onu ala bilmir yenə də. Evdə ala bilmədiyin çöldə axtarır. Bəli. Bəs xəyanətdən sonra ailədə real səadət mümkündürmü? Yəni yenidən xoşbəxt ola bilərlər? Mümkün deyil. Çox kəskin və qəti söyləyəcəm. Bir şərtlə mümkündür. Bayaq dediyim kimi. Zaten emosional zəka yerindədirsə, ailə qurulubsa, xəyanət olmur. Amma olsun insan ayağı büdürüyübsə, səhvini anlayırsa, qarşı tərəf onu əvvəl sevməyəcək ki, sıfırdan sevgi başlamalıdır. Sıfırdan artıq ağıllı yolla görək bir-birimizi təzədən sevə bilirikmi deyən cütlərdə bəlkə mümkündür, dəyərli qardaşım. O da 30% keçməz. O da o niyyət qoymuş ki, barışaq. Əks halda qadın boşanmırsa xəyanətdən sonra o boşana bilmir deyə boşanmır. Qız sənin sifətinə tüpürər də, boşanar da, çıxıb gedər də. Qalsa da qisas almağa qalır, özünün asıl olmayacaq. Nə vaxtsa onun qisas alır, gündəlik qisas alır. Səndə negativ görəcək. Qadın xəyanəti unutmur. Necə? Ümumiyyətlə, nə qadın, nə kişi unutmur. Xəyanəti bağışlamaq olurmu? O vaxtla olur ki, sən onu artıq sevməyəsən.